Vaxt çox gözəl, sakit. Etiraz edir doktorlar. Heç kimə mane olmadan adamlar rayondan gəliblər. Heç bir əsası olmadan bunları ixtisara salıblar. Rayonlarda stomatoloq, həkim çatışmazlığına baxmayaraq, yəni bugünə qədər də təbliğ bunlara heç nə verməyib, heç bir materialla təmin edəməyib, amma ixtisara gəldikdə hamısı ixtisar oldu. Bunlardan tələb olunan Cənab Vüqar Qurbanovun dediyi o 5 manat məsələsi də yəni heç bir əsası yoxdur. Onun ödənməsi üçün heç bir şərait yaradılmayıb. Yəni rayon da yaşayan, kətdə yaşayan pasiyent getməlidir. Yəni getməlidir rayon mərkəzinə 30 kilometr gedib 5 manatı ödəyib sonra gəlməlidir həkimə. Yəni belə bir absurd bir qərarlar verilir. Cənab Prezidentin dediyi, verdiyi qərarlara qarşı çıxır təbii. Yəni insanlarda etiraz yaradır. Zamanla bu böyük etirazlara səbəb olacaq. Çünki həkim stomatoloqu yoxdur rayonlarda. Yəni 180 min, 200 min əhalisi olan rayonda 5 dənə stomatoloq. Və insanlar məcburdur özəl mərkəzlərə müraciət etsin. Bu da ki, ödənişli olmalıdır. Amma kimsə bunu hər kəs ödəyə bilmir, yəni bildiyimiz kimi.